Bura hal-hazırda Oğuz rayonunun Kərimli kəndidir. Oğuz rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdülqadirovun tapşırığına əsasən Oğuz rayon Kərimli kəndində şəhid ailəsinin qapısına gedən yol daşlanıb, şerbelənib, sağ olsun. O Kərimli kəndinin bələdiyyəsi Vüqar müəllim, Vüsal müəllim, İkan Sovetimiz Kərimli kəndinin bu yolu düzəltdiriblər. İndi hal-hazırda bu yol düz, yəni bu körpüdən düşəndən sonra düz şəhid ailəsinin, şəhid anasının qapısına kimi bu yol düşəbel tökülüb, daş tökülüb, sıyrılıb, tərtəmiz. Çox gözəl. Allah canlarını sağ eləsin. Yəni bizim Oğuz rayonunda şəhid ailələrinə hər zaman diqqət ayrılır. Çox sağ olsun cənab başçımız Cavid Əbdülqadirov və bizim bələdiyyə sədri Vüqar müəllim, İkan Soveti Vüsal müəllim, hər birinin əlinin əziyyəti var. Çox sağ olsunlar ki, bu yolu bərpa ediblər. Sağ olun.